bəzən uşaqlarda səhvən hiperaktivlik diqqət əksikliyi deyə adlandırılan bir vəziyyət çox vaxtı qıcolmalarla əlaqəli ola bilir. Məsələn, valideynlər olur ki, evladının dərsdə diqqətsiz olduğundan şikayət edirlər və ya bir nöqtəyə dalıb qaldıqlarını, çağırdıqları zaman reaksiya vermədiklərini və ya gec reaksiya verdiyini bildirirlər. Biz elektroensefaloqrafiya müayinəsi zamanı bu uşaqlarda absans epilepsiyası aşkar edirik. Absans epilepsiyası çox qısa müddətli, saniyələrlə davam edən, huşun pozulması ilə gedən bir epilepsiya növüdür. Hansı ki, bu valideynlərin və ətrafdakı insanların öyrəşdiyi növ tonik-klonik, yəni hamımızın bildiyi kimi qıcolma keçirməyib də, uşaq anidən qısa müddətli huşun pozulması ilə qıcolmalar keçirə bilər. Hansı ki, ətrafdakılar onu səhvən diqqət dağınıqlığı, sanki dərsə qulaq asmırmış kimi qiymətləndirə bilərlər. Bu səbəbdən bu kimi şikayəti olan pasientlərin mütləq bir elektroensefaloqrafiya müayinəsi keçib də absans epilepsiyasını inkar etməsi tövsiyə olunur.